Dövlət İmtahan Mərkəzinin test toplusuna feilin təsdiqlənməyə formalarına aid olan bir sualın gəlini izahına nəzər salaq. Məsdər feili, sifət və feili bağlamaya aid olan nümunələri tapmaq tələb olunur. Üzündə gördüyüm nə intizardır? Qəlbində Vaqifin sirri mi vardır? Dığım, deyim, doğum, düyüm şəkilçisi gördüyünüz kimi feil sifətin şəkilçisidir və düyüm şəkilçisi burada işlənib. Ona görə də biz A-nı 2-yə yazırıq. Hər gecə biliyə qapı açmadan, başımı yastığa qoymadım bir an. Madam mədən şəkilçisi feili bağlamaya məxsus şəkilçi olduğuna görə biz B-ni 3-ə yazırıq, üzr istəyirəm. Yenə yada düşdü bizim sənəmlər, getməyin binası hayf ki yoxdur. Burada maqmək, görürsünüz? Maqmək, məy burada. Məsələnin şəkilçisi olduğuna görə mən S-ni 1-ə yazıram. Əsrlər boyunca vuruşduq, ancaq sarsıda bilmədik hökmünü bir gün. Burada ümumiyyətlə yoxdur. Bağlı qapıların odur açarı, onunla da açmış hər bir hasarı. Buradakı mış şəkilçisi feili sifət şəkilçisi deyil. Burada yəni özünüzü çaşdırmayın. Onun gibi variant bizə lazım deyil. Doğru cavab qaldı 1C, 2A, 3B.